Hamza Sanqalar bugün sizlerle birlikte Free Fire'da efsanevi kafa vuruşlarına bakacağıq və puanlayacağıq. İnşallah bu videomuzu beğenirsiniz və kanalımıza abunə olub videomuzu beğenmeyi de unutmayın. Yani bu videoda süper bir kafa vuruşlar görəcəksiniz. Yani bu kadar size diyebilirim. Uzatmadan videomuza keçmək istəyirəm, amma sizi bir dəqiqə saxlayıram çünki mənim indi bu videodan sonraki attığım, yəni bu videodan nəsə 2 gün əvvəl attığım videoyu gedib bəyənməyi unutmayın. Çünki heç izlənmə almayıb. Niyəsini bilirəm. Çünki nəsə vaxt video atmırdım. 3 həftə sonra bir dənə video attım. Onu elə tutmadı. İnşallah bu videomuz tutar. Sizin sayənizdə. Hər şey sizə bağlıdır da. Çok uzatmadan videomuza keçək. İlk videomuz budur. Ben bunu TikTok'tan izləyiriz. İlk videomuz budur. Oy. Hadi. Bu qavaş nə var? Panel qoşub bu. Geçen. Sana qavaş qəşən oynayır ha. Bunu vurdu başlayır. Hadi. Oo. Yani. Oy. Şimdi. Dayanıq bu şey. Buna da bir dəqiqə. Mən buna, bu videoya puanım. Bu qarışa mənim puanım 8 olsun. Bu qarış çünki qəşəng başvurur, qəşəng oyuncusudur. Buna puanım 10 üzərindən 8-dir. Nəysə, keçək digər videomuza. Bir digər videomuz da budur. Bunu da açaq. Hadi. Bu azar değil. Ama qəşəng oyuncudur bu. Bu güzel de oyuncu diye. Sana çok güzel de oyuncudur bu. Bitti. Buna bu həqiqətən yaxşı oynayır. Bir dəfə də baxar buna. Çox diqqətlə baxa bilmədim. Bir dəfə baxar. Puan vermək, nə bilim belə. Güzel de oyuncu, qəşəng oyuncudur amma tam puanımı verə bilmirəm də. Aha. Buna mənim puanım biraz düşünür. Buna puanım 10 üzərindən 7'dir. Çünki belə çox asan atır. Mənə elə gəlir ki, bu paneldir. Çünki yəni adam düşən kimi zad vurur falan. Nəysə, option mən buna 7 verirəm. Cald oyuncudur, qəşəng oyuncudur. Ancaq biraz xoşuma gəlmədi nədənsə. Nəysə, buna 10 üzərindən 7 verdik. Keçək bir digər videomuza. Bir digər videomuz da budur. Bax, bu xoşuma gəldi. Bax, bu istədiyim oyun stili budur. Bax, Allah haqqı ya. Zordur bu, bax. Nə qədər qorxdum. Oy. Buna indidən belə puan verə bilərəm. Amma video qutarsın, fikrimi deyəcəm. Bitti video. Yoxmayıb. Nəysə. Buna bu qarışa puanım 10 üzərindən 9'dur. Niyə? Çünki çox yaxşı başvurur, cəld. O birisindən daha cəlddir. Mən xoşuma gəldi. Bu həm azadidir. Yəni qəşəng oyuncumuzdur. TikTok sayfalarda bu aşağıda zətdə olur. İstəsəz gedirsiniz, onları da takip atarsınız. Mənim də TikTok sayfamı takip atın. Nəysə, keçək bir digər videomuz. Bir digər videomuz da budur. Baxay. Baxın. Buna puanım 10 üzərindən 5'dir. Çox da xoşuma gəlmədi. 10 üzərindən, amma qəşəng başvurur bu. Amma 10 üzərindən 5 ya da 10 üzərindən 6 verirəm buna. Bu da qəşəng başvuruş idi, amma yəni bir nəfərə onu, yəni nə bilim 10 üzərindən 6 yapışım. Keçək bir digər videomuza.
Bir diğer videomuz da budur. Okay. Aha. Geçen. Uy. Geçen. Bu zor oyuncudur. Aralarından en xoşum gələn budur. Buna 10 üzərindən 7 verərəm. Ən xoşuma gələn deyil, amma xoşuma gəldi biraz. 10 üzərindən 7 verərəm buna mən. Çünki niyə? Çünki belə çox elə bir şey adamlar çox botu idi, yəni vuruşları xoşuma gəlmədi. Çox da cəldə oyunçuya oxşamır bu. Nəysə, sizlərin də həm bir də sizlərin də yəni bildiyiniz belə kafadan vuruş videoları falan varsa, mənə ata bilərsiniz də mənə göndərə bilərsiniz. TikTok sayfamdan göndərə bilərsiniz şəxsidən. TikTokdan göndərə bilərsiniz. Nömrə zad vermirəm burada. Başıma oynatarsınız. Nəysə. Keçək bir diğer videomuza. Bir diğer videomuza budur. Baxaq. Oy. Qəşəng. Bax, həqiqətən düzün, yəni ən xoşuma gələn bu idi, Allah haqqı ya. Mən buna video bitirsin. Ən xoşuma aralarında ən yaxşısı da budur elə. Mən buna 10-da 10 verirəm. Niyə? Çünki Qaqaş çox cəlddir həm, çox yaxşı oyuncudur. Baxın, oynayışa baxın. Görürsüz? Bax, cəlddir. Bax, belə oyuncular yaxşıdır da. Ağzıma gələni puan zad vermək istəmirəm. Bunu 10 üzərindən 10 verirəm. Yəni, birinci 10 üzərindən 10 verdiyim video bu oldu. Bu Qaqaş həqiqətən də yaxşı oyuncudur. Təbrik edirəm bunu. Yəni, TikTok sayfasına da takip atmaq istəsəniz ata bilərsiniz. Bayaq gördünüz onu da. Nəysə, keçək bir diğer videomuza. Bu video deyəsən çox qısa olacaq. Nəysə, keçək. Bir diğer videomuz da budur. Aha. O. Bu da qəşəngdir. Belə bir şey ağzına gələn yerə atır. Baxın, diqqət edin, baxın. Bayaqları görürsünüz, qardiyan heç kim yox oldu, qardiyan özünə güllə atdı. Bax, bu Qaqaşa verərəm 8. 10 üzərindən 8. Hələ ki heç kimə 10 üzərindən 5 4 zad verməmişəm. 5 vermişəm deyəsən. Yox, 5 verməmişəm. Nəysə, hələ ki yaxşı gedirik. İnşallah ən yaxşılarını əslində seçmişəm. Qəşəngləri seçmişəm də. Ona görə düşük puan vermirəm. Özüm seçib bura şey eləmişəm. Sizlər də mənə yollamaq istəsəz, dediyim kimi TikTok sayfamdan yollaya bilərsiniz. Bu videoda belə idi. Bu Qaqaş da yaxşı oyuncu idi. Keçək digər bir videomuza. Bir diğer videomuz da budur. Bunu da açaq. Qəşəng cəldə oyuncudur. Başım fırlandı. Oo. Nereye? Uy. Bak, ikinci en sevdiğim budur. Buna da 10 üzerinden 10 veririm. Həqiqətən vallahi deyirəm var ha. Hatta kapak fotoğrafına bunu koyacağım. Kapak fotoğrafına da bunu koyacağım. Bu videoya 10 üzerinden 10 verirəm. Bu Qaqaşa 10 üzerinden 10 verirəm. Çünki çox yaxşı kafalar vurur. Həm çox cəldə oyuncudur. 10 üzerinden 10 verirəm. Keçək digər videoya. Bir diğer videomuz da budur. Baxaq. Aha. Oba. Bu Qaqaş da yaxşıdır. Qəşəng. Oba. Buna verirəm 10 üzərindən 8 verirəm bu Qaqaşa. Çox da xoşuma gəlmədi. Bu arada mən öz zövqümə görə bu vuruşları puanlayıram. Sonra gəlib yorumlarda zətdə nə bilim sənin oyundan başın çıxmırsa, hər öz zövqü var da Qaqaş. Gəlib tökülərsiniz yorumlara, deyirsiniz nə bilim buna niyə 5, buna niyə 6 verdim? Bu ən yaxşısı zətdir. Hərənin öz zövqü var da, yəni ki, hərənin eyni zövqü yoxdur ki. Ola bilər eyni zövqü, amma yəni belə deyil də, şimdi çoxu başa düşmür. Nəysə, keçək bir digər videomuza. Bu Qaqaşa verdiyim mən. Onda 8 verdim hə? 10 üzərindən 8 verirəm mən buna. Keçək. İkinci videomuz da budur. Açaq bu videonu da. Hadi. Oo. Böyle şeydir.
Aha. Bu arada bu son videomuzdur. Bir defa da bakalım. Ay. Ne halim var? Bir defa da bakalım. Aha. Geçen. Bu qaqaş yaxşı idi. Dur. Oba. Halal da qəşəng tutdu. Bu videoya biraz düşünüm. 10 üzerinden 8 versem yoksa 10 üzerinden 9 versem diye kaldım ortalıkta. Çünkü 10 üzerinden 8 de vermek istiyorum, 10 üzerinden 9 da vermek istiyorum. Bu arada bu bölümün devam eləməsini istəyirsə like'ları çox atın. Bax bu videoya 10 like gəlsə, sən özüm deyirəm, amma 10 like gəlsə bu ikinci bölümünü çəkərəm Quran haqqı. Çəkəcəm ikinci bölümünü. Özdə bu videodan daha yaxşı olacaq ikinci bölümü inşallah. Buna bu qaqaşa 10 üzərindən 8 vermək istəyirəm. Bu qaqaşa 10 üzərindən 8 verirəm. Həqiqətən yaxşı oyunçudur, haladır bu qaqaşa. Amma mənim zövqümə görə bu onda 8'lik bir vuruşlardır, qəşəng vuruşlardır. Bu videomuz bura qədərdir. İnşallah videomuzu bəyənmisiniz, sevmisiniz. İnşallah ümid edirəm. Bu videomuz bura qədərdir. İnşallah görüşərik. Sağ olun.